onlu yaşlara baxanda özümün zaman versiyaları yazmaq istiyorum. Sən də bunları seçdin. Ətrafına belə-belə. Hello, necəsiniz? Ümid edirəm ki, hər biriniz çox yaxşısınız. Kanalıma xoş gəldiniz yenidən. Mən Nigar, yəni uzun bir müddətdir bunu belə bir giriş eləmədiyimi düşünürəm. Yenə bir yerlərə gedirik, yenə bir şeylər edəcəyik və dedim ki, bunu da bir vlog çəkim. Əslində 2 vlog hazırdır, onları editləmək lazımdır. Sadəcə dedim ki, bunu da boş keçməyim, bu videonu da çəkim. Bizdə noyabr ayında qonaqlıqlar, toylar, ad günləri və s. çox olur. Bilmirəm sizdə necədir vəziyyət, amma bizdə ümumiyyətlə bu formadadır. Nəysə, bugün 1-2 dərsim var, dərslərimi keçəcəm, sonra biraz alışveriş etmək istəyirəm. Çünki gələn həftə ərzində Cəsurun ad günü var, 20 yaşıdır bu arada, o da qocaldı. Artıq 20'li yaşlara girdi, qocaldı deməkdir, 20'li yaşlara girdi. Bir də mənim valideynlərimin 25-ci evlilik il dönümləridir. Bunları təbrik məqsədi ilə 1-2 bir şey almaq istəyirəm, amma nə alacağımı özüm də bilmirəm. Nə Cəsura alacağımı bilirəm, nə bizimkilərə, evdəkilərə nə alacağımı bilirəm. Bilmədiyim üçün hardan başlayacağımı da bilmirəm və ad günü çox az bir zaman qalıb. 18-i ad günüdür. Təsəvvür edin, 19-u bizimkilərin 25 illik evlilik il dönümləridir. Yəni çox ardardadır. Nəyi necə eləyəcəyimi bilmirəm, amma toparlayacağıq inşallah. Dedim ki, niyə də siz də məndən gəlməyəsiniz. Davay getdik. Dəniz pul fırlatdı kimdənsə yenə. Çoxdur. Gün gəldi, çatdı. Ad günə gedirik bugün. Sabah valideynlərimin 25 illiyidir. Hamısı üst-üstə düşür. No make-up'ım gördüyünüz kimi. Çünki birazdan make-up eləyəcəm və sizdən eləyəcəm. Ona görə istəmədim öncədən siz hazırlaşım. Amma ən önəmlisi bir dənə kofe hazırlayacaq. Bu dəfə dünən əslində bir dənə kofe almaq üçün getmişdim. Nəysə, fikrimi dəyişdirdim. Marketə dönüş elədim. Marketə girdim. Marketə girəndə orada bir dənə hazır kofe gördüm. Sadəcə bunu yazıb. Tolko, Malako i Liod. Dedim okey, alıp prova eləyəcəm. Niyə də olmasın? Baxın indi. Bunu istifadə edəcək bugün. Belki de birçoklarınız bilirsiniz. Son bir 4-5 videodur ki ancaq Koreyalılardan danışıyorum. Neyse bugün de danışacağım. Çok ihtimal ki inşallah bilmezsiniz. Koreya şeylərində, mağazalarında və s. Koreyalılarda böyle bir kültür var. Hazır buz satılır, hazır kofe satılır və birləşdirə bilirsiniz marketin için. O kadar çok sevirəm ki bu şeyi. Keş bizdə də olsa falan. Neyse bizdə buz var. Düşündüm süd de var. Okey, yani bir de bu var. Niyə də istifadə eləməyək? Okey, bunu gətirdim. Bu adama deyərlər, o boyda xaliyyənikə getdin, gətir də südü. Çox şirin. Hadi be, bozmayalım keyfimizi, eğlence! Südünü artıq qoydum. Görsəniz bu südün üstünə kofe qoxladılmış kimi bir şeydir. Adın arasında kofelerin. Çox sevmirəm açıqcası. Amma bu da çox şirindir yəni. İçilməyəcək dərəcədədirmi? Xeyr. Qəşəngdir. Neysə, gedək mənim serialımı izləyim. Bütün kofeyi burada içməyim yəni. Deməli, artıq makyaja başladım təbii ki. Mən özümü burada daha ağ görürəm, amma kamerada daha tünd rəngli görürəm. Daha belə qəribə bir tonda görürəm. Ümid edirəm ki, çox da belə olmaz. İşıqdandımı, nədimi? Burada məsələn çox qəşəng görürəm özümü. Niyə burada belə görürəm? Nəysə. Tenzero. Dəqiqə deyəcəm. Və o qədər çox xoşuma gəldi ki, mən ümumiyyətlə ancaq Koreya məhsulları istifadə edirəm. Yarımsı 20 neçə manat aydısa yəni. Amma qəşəngdir mi? Qəşəngdir. Quru və karma dərdlər üçündür.
Amma mənim üzümdə daha da çox belə parladırmı? Mən onu sevirəm onsuz da. Satıcı mənə dedi ki, əgər üzünüz karmatsa biraz daha belə parlaqlığı, yağlılığı artıracaq üzünüzdə günün sonunda və s. dedim, okey, bu bir problem deyil. Mən sevirəm parlaq makyajları onsuz da. Tipə bax. Deyir bunlar yəni. Sadəcə qırmızı bir insan məncə məni başa düşər. İndi saat 4-də qalıb və mənim təbii ki 3 saat kimi bir vaxtım var. Sadəcə ortada bir dənə işim var. Ona görə o işimi istəmirəm təxirə salım. Makyaj eləyib bir o planımı yerinə yetirib ondan sonra artıq çıxacağıq. Bir də ora getməmişdən 1 saat öncə bizim evdə biraz belə həşir düşür istər-istəməz bir yerə çıxmamışdan öncəki müddətlərdə elə olur. Təzəlikçi belə bir şey almışam. Deməli, məncə çoxunuz bilərsiniz bunu. Skin Essential'ın BB kremi bu markanın. Bu markanı mən çox görürdüm. Bu da səhv eləmirəmsə bu arada Koreya məhsuludur. Değilmiş əslində. Skin Essential mən Koreya məhsulu kimi bilirdim. Nəysə, bunun içində SPF 50 var. BB kremdir. Light rəngidir bu arada. Bu belə göstərim. İçində arbutin var, 2%, vitamin C var, hyaluronik asid var və SPF 50 var. Daha nə olsun? Mən bunu deməli Ece Çetin özdə görmüşdüm. Bir şey paylaşmışdı. 3 al 1 ödə kampaniyası vardı. Trendyolda. Amma deyəsən indi ikinci 1 TL kampaniyası var. Gedin mütləq şəkildə buna baxın. Üzdə oturuşunu çox sevdim. Və mən 3 dənəsini birinin qiymətini almışam. Biri səhv eləmirəmsə 20 neçə manata gəlir düşür. Əgər normalda alsaydım 70 manat falan pul ödəyəcəkdim. Amma bir dənəsini 20 neçə manata bitirdim. 20 neçə idi? 23 mü ödədim? 26 mı ödədim? Nəsə belə bir şey ödədim. Yəni 20'li qiymətlərdə ödədim. Açığı biraz tərəddüd elədim. Düşündüm ki, bəlkə alaram, sonra əlimdə qalar falan. Sonra düşündüm ki, nigar, yəni onsuz da kiməsə də verə bilərsən. Yəni birini istifadə elə, bir prov elə, nəyəsə bax. Ondan sonra istəməsəm kiməsə verə bilərsən, amma çox sevdim. Anama göstərirəm, anam belə eləyir. Onun birini versəm mənə. Elə bir tondadır ki, indi sizə göstərəcəm. Açığı çox da açıq bir tonu yoxdur mənə görə. Anam daha qara buğday bir insandır. Ona görə bu ona daha çox yaxşı gedər deyə düşünürəm. Örtücülüyü də orta səviyyəlidir, açıqcası. Belə bir açığı necə göstərəcəyimi bilmirəm, amma belə biraz tünd rənglidir. Ona görə mən bir də qalıcılığı, örtücülüyü çox olsun deyə, yəni təbii ki siz hər zaman biləcəksiniz bunu, Sephora'dan, Sephora'nın Best Skin Ever bunu istifadə edəcəm. Bomboş laflar. Catrick markasından və NYX'i birləşdiririk. Bu açığı çox da bahalı bir concealer deyil. Amma örtücülüyünü mən kimdən öyrənmişəm, onu sizə danışım. Bilərsiniz, Aynur qrup yoldaşım, o çox sevir örtücü, concealer və nal krem. Çox sevir. Onun sayəsində əslində mən Catrick'dən tanış olmuşdum. Catrick deyirdilər bir ara, Catrick'dir məncə. İnşallah səhv demirəmdir. Onun sayəsində tanış olmuşdum və qiyməti də çox da baha deyil açıqcası. Sadəcə nə minusu var? Çox biraz sarı alt tonludur. Ümumiyyətlə sarıdır. Baxın, sizə göstərəcəm indi necədir bu. Bilmirəm. Çox əslində tonal kremi daha kəskin fərqlər olur. Mən o qədər çox sarı alt tonlu bir insan da deyiləm məncə. O alt ton məsələsini çox da bilmirəm əslində. Ona öyrəndisə də xəbər verəcəm. Nəysə, bu biraz daha çox sarı alt tonludur. Bu biraz daha bozdur. Səhv eləmirəmsə, ağ, boz, qarışıq bir şeydir. Bunların ikisini miksləndə sanki mənim üzümə daha yaxşı oturur deyə düşünürəm. Hal-hazırda siz çox da görməyə bilərsiniz, amma bayaqki halımla indiki halımın arasında təbii ki fərq var. Qaşımı biraz darayım. Mən yaxşı bir qaş sabitləyicisi tapa bilmirəm. Əgər bilirsinizsə mütləq şəkildə məndən bölüşün. Makyajım bitdi, vəziyyət budur. Hər zamankına biraz oxşuyur, biraz oxşamır da, yəni biraz belə linerimi falan da biraz dəyişdim də. Nəysə. Məncə pis olmadı. İndi sizə outfitimi də göstərəcəm. Orada. Məncə pink olmalıydı. Məncə. Yoşunuz olun, mən sadəcə video çəkirəm. Bu da olur səndən uzmanlığı. Bu necə şeydir? Neçədir qaqaş boyun? Boy neçədir? Tam da ehtiyac. Tam dəqiq deyil, 2 metr keçdi. Hə, ola bilər. Sen çok bir şey Eşitdim, Duyğu da vlog çəkir bu arada. Bir də gördüm kameranı əyri tutub.
Bugün hara gəlmişik? Bugün Cəsurun hıvıdısına gəldik. Hıvıdısı. Happy birthday. İstəmədik sizə Çağrı xanım. Sərisi çəkmək istədik. Yağmur Happy birthday uşağının bacısıdır, sisterıdır. Bəli, bütün Azərbaycan dilini qətliam elədik. Əlbəttə, yəni qətl törətdik burada. Yuxarıda çox adam var. Yox, Amma qəşəngdir, fərqlidir. satıq salıb deyil, mən daha daha iyi. Məncə də. Dəryada bir fərqli hiss edirsinizmi? Dəyən çoxlar yoxdur. Bəli. Bəli. Bəli, bu qədər sadə. İndi biz kimləri gözləyirik, kimlər gələcək? Valla heç kim gözləmirik. Az bir çocuğu yuxarıda deyib bizi burada yemək. Məncə yanlışdır. Yemək gözləyirik. Hə, o heç deyildi. Hamı acıdır çünki. Bəli, Cəsur bəy. Salam əleykum. Sualımız olur ki, ömrünü nə istəyirsiniz? Artıq 10 yaşlar yoxdur. Artıq 20'li yaşlardasınız. Buyurun. Təkə salamlayıram. Hər kim kameramda. Demək istəyirəm ki, 20 yaşda biraz qoca istəyirəm. Səbəb isə o ki, Halbuki 20 yaşa indi girdi. mən alıcı yəni saatlardır. 10'lu yaşlara baxanda özümü zaman versalar yanmışdır. Ona görə də Boy fərqiniz məndən alır. yenə də ruhən cavan olmaq. Bəli. Ən gözəl yaş? Ən gözəl yaş 20 yaş. Bəli, bəli, bəli. 20'li yaşları bitirənə qədər ən qəşəng yaş deyəcək. 30'larda heç də. O heç. Amma ən yaxşı tərəfi budur ki, siz 20'li yaşlara gəlib çatanda da biz hələ 20'li yaşlarda olacağıq. Bəli. Yağmur bizə dolaşmamış, mən oxuyacam deyə. Mən istəyirəm ki, Yağmur erkəncə quş oxusun. Əslində yox deyə, yox yəni. Bilirsiniz də mən sizə təvazö çəkdim. Nətərdir? Sana da günaydın. Yağmur gecə. Bu var yaşadı. Tabii ki. Sen olmasa beni dolaşmıştın. Ben de çağırmıştım. Aha, o dönemler. Ben dolaşmıştım. Hatta tema takmıştım. Ben onu böylemesem gelmiyorum orası altı. Sonra Murat'la da dans edirdiler yalnız. Tünel'e bildik ki biz demişik durun onun kenarında yağmur. Okuyoruz böyle. Ben o şeye doluyum. Derslerin uşaqlar hamısı ətrafına belə-belə. Niyə də yəni? Bunu qəşəng bilirdilər də, hə Yağmur? Sevmədi. Nigar ancaq backstage-ləri çəkir də yəni. Buna bakın. Dönəm pensi var. İndi dönəm 214. Bəli, bəli. Dönəm dəyişir də. 73-ü unutmayaq. Xahiş edirəm. O təməldir. Bəli, Dönəm deyil. hamı oradan çıxır. Mahlasında bir sürü de sizin inşallah hoşnut balalardan olsun. Get güzelim, get sağ salamet, get tebrik edin burada. Bütün yolun yolunda. Ama cevap gələnə qədər buradakı hər şeyi yedim. Evet sevmem. Yalan söylüyorum. Allah'ım uşaqlarında kim şey demək istəyirsə yaxınlaşsın mənimlə, otanmasın. Kimin ürəyindən keçirsin şey demək, gəlsin mənimlə. Kabak gözlüyor, bir tane kabak. Haydi. Buyur bir ver buradan değil. Ana Rosa başını çöndürdü. Ana tamam. Kameralardan tamam. Ben bilirim. Bu tatlımızın mahsusunu. Her şey çok karıştı. Nasıl? Sen səhnədə görmək istəyirəm. Buyur. Buyur, buyur. Alqışlayın da bu canan oğlanı. Bu nədir? Səsli alqışlayın görün. Boyu məndən hündür. Mən buna nə sual verim. Adın nədir sənin? Cəsur. Cəsur. Neçə yaşın olur? 20. Yubiley gözdə. Cəsur onda möhtəşəm alqışlayırsınız ha qəşəng. Cəsur səni təbrik edirəm mənim qardaşım. Ömrün uzun olsun, canın sağlam olsun. Hər zaman bax, ailən, sevdiklərin, ailə üzvlərin sənin ətrafında olsunlar, yanında olsunlar. Səni ürəkdən təbrik edirəm. Cəsuru bir dənə də alqışlayırıq. Yola salıram. Gedirsən qəşəng qonaqlarından oynayırsan, əyləşmə. O bilir,
Yani şey, Cəsur Hayır işte yani. Allah. Şu an. Aslında bir plastikten geçti. Hemen. İnşallah sana şansın yakışır. Cəsur hədiyəsi. Ben hayatım sandım, sandım sevdim. Aile hayatı burası inşallah. Sen tevfik olsunlar, sen yakınların. Bütün güzel tebrikleri. Ben de... Günün sonu. Derya. Şeytan ayrıntıda saklı. Burada oldu. Harda ama biz durmadık. Beysen restoranda var ama mesela Beysen. Oradakı işçiler kömək eləyirmək üçün. Eğlendik mi? Bəli. Ayaqlarım ağrıdı mı? Xeyr. Deməliyim artıq hardım bu arada. Neyse tipim nasıl olmuş. Bugün belə bir makyaj eləməyimin əsas səbəbi çox ehtimal ki, hamınız bilirsiniz. Əslində bizim axşam yenə bir yerlərə gedəcəyik. Ona görə bu formada bir make-up elədim. Əslində biraz şəkildə çox videoda çox görünür, amma o qədər də çox deyil. Niyə belə qəribə göründü acaba bilmiyorum. Gedirik dərsə. Dərsin bitimində təbii ki bir eve dönməliyəm. Hədiyyə falan almalıyam. Hədiyyə hələ də almamışam. Bəlkə hədiyyə almayıb gül ala bilərəm. Düşünəcəm bunları. Amma gedirik dərsə. İlk öncəliyimiz təbii ki dərs deyənə də. Mənə twisti falan alırdı. Bir markette görsə, yox daha doğrusu nə vaxt mən markete gezsəm, hər zaman bir şey aldırır. Sağ olsun. Təbii ki. Ay, şimdi tələbələrimi gözləyirəm. Gülümüz hazırdır artıq. Ay. Ne alacağımı bilmədim. Ona görə dedim ən yaxşısı mən bir gül alım. Təbii ki, ağ çiçəyim. Reklam deyil. Qətiyyən. Yaxşıdır. Qoy babiş. Deyil, yaxşıdır. O belədir.